Mən Heydərov İsrafil, Qərbi Azərbaycanın Amasya rayonunda doğulmuşam. Orta məktəbi orada qurtarmışam. Sonra Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat Fakültəsində oxumuşam. Oradan köçüb gəlmişik, Sumqayıt şəhərində məskunlaşmışam. 22 il orada müəllim işləmişəm, 22 il də burada. 44 il müəllimlik stajına malikəm. 2011-ci ildən təqaüddəyəm. 3 il bundan əvvəl sosial xidmətlərə müraciət eləmişəm. Qulluqçu veriblər, sağ olsun, çox razıyam. İşini bilən adamdır, çox məsuliyyətli adamdır, razıyam. Cavanlara tövsiyəm odur ki, oxusunlar, təhsilli olsunlar, hər işdə qabaqcıl olsunlar, əmək fəaliyyətində də, ya təhsildə də nümunəvi olsunlar, böyüklərə hörmət eləsinlər, xalqımız üçün, vətən üçün yararlı olsunlar.